Avropa müşahidəçilərinin sərhəd avanturası aram vermir. Kontingent üzvləri növbəti dəfə Qazax istiqamətində görüntüləniblər. Onlar binokulla Azərbaycan ərazilərini müşahidə ediblər. Ümumilikdə İttifaqın Ermənistandakı missiyası şərti sərhəddə mütəmadi olaraq reydlər aparır. Rəsmi İrəvanın sərhəddəki fəaliyyətləri və üçüncü tərəfin bölgədə olması faktları regionda gərginliyi artırmağa xidmət edir. Bütün bunlar tək Azərbaycan-Ermənistan münasibətlərini deyil, həm də bütövlükdə Cənubi Qafqazdakı vəziyyəti təhdid edir. Avropa İttifaqı bu günləri Cənubi Qafqazda öz rolunu daha da genişləndirmək məqsədi daşıyır və Azərbaycan, Gürcüstan artıq bir platsdarm kimi əldən çıxdığından Ermənistanı öz çətiri altına alıbdır və Avropa İttifaqı öz maraqlarını məhz Cənubi Qafqazda bərqərar etmək üçün Ermənistanı özünə bir partnyor olaraq qəbul etmiş və bu nöqteyi nəzərdən də Cənubi Qafqazda əldə oluna biləcək sülhün də qarşısının alınmasında məhz Avropa İttifaqının və belə bir missiyaların rolu kifayət qədər böyükdür. Ümumiyyətlə, Azərbaycan uzun müddətdir sərhəddə təxribatçı fəaliyyətlərlə məşğul olan missiyanın bölgədə yerləşdirilməsinə etiraz edir. Çünki bu dırnaqarası sülhpərvər patrulların fəaliyyəti müşahidə missiyasından daha çox casusluq və regional təhlükəsizliyi pozan addımları ilə yadda qalıb. Belə bir missiyanın sərhəddə yerləşdirilməsi Bakının milli maraqlarına zidd amildir. Azərbaycanın biz bilirik ki, Ermənistanla imzalanacağı potensial sülh sazişi layihəsinin razılaşdırılmayan maddələrindən biri odur ki, şərti sərhəddə üçüncü tərəfin qüvvələri olmamalıdır. Amma biz bunun əksini görürük. Biz erməni məktəblərində, xəstəxanalarında təbliğat işlərində məşğul olduğunu görürük. Yəni bunu hətta missiyanın rəhbəri Markus Ritter də etiraf etdi. Bunun göstəricisidir ki, bu missiya əslində heç də sülhə xidmət etmir. Bu missiya Avropa İttifaqının yumşaq və sərt güc mexanizmlərinin məzmunsudur. Qeyd eləyək ki, Avropa İttifaqı Ermənistandakı missiyasının mandatının daha 2 il, yəni 2027-ci il fevralın 19-nədək uzadılmasına dair razılıq olunub. Müşahidə missiyasına bu dövr üçün 44 milyon avrodan çox büdcə ayrılıb.